Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov Bakı Dövlət Universitetinin tələbələri ilə görüşüb. Universitetin sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzeyev tanınmış məzunlarla daimi görüşlərin keçirildiyini və bunun tələbələrin inkişafında, karyera quruculuğunda mühüm rol oynadığını bildirib. Əliş Ağamirzeyev qeyd edib ki, BDO-nun uğurlu məzunu olan Rövşən Məmmədov da aparıcılıqdan, müxbirlikdən Azərbaycanın Dövlət Televiziyasının rəhbəri vəzifəsinə qədər pillə-pillə yüksəlib, şərəfli yol keçib. Onun fəaliyyəti indiki tələbələr üçün nümunədir. Sonra Rövşən Məmmədov tələbələrə peşəkar jurnalist olmaq, karyerada uğur qazanmaq üçün tələb olunan keyfiyyətlər barədə məlumat verib. Diqqətə çatdırıb ki, yaxşı jurnalist olmaq üçün daim öz üzərində işləmək, zəngin mütaliəyə sahib olmaq lazımdır. İctimai fikri formalaşdıran jurnalistlərimiz dilimizi ən mükəmməl səviyyədə bilməlidir. Müasir dövr həm də əlavə xarici dil bilikləri, beynəlmiləlləşmək və xarici aləmə inteqrasiya tələb edir. Görüş tələbələrin çoxsaylı suallarının cavablandırılması ilə başa çatıb. Tərlanə Abdullayeva, Zahid İbrahimov, BDO xəbər.